Əgər övladımızın artıq 1 yaş yarımlığında hər hansı iki sözlü, iki səsli fonem istifadə edirsə, artıq uşağımızın nitq danışılmağının birinci mərhələsini qoyuruq. Yəni ki, hər hansı bir qüsur, problem yoxdur. Yox, əgər övladımız 1 yaş yarımındadır və iki səsli fonem istifadə eləmirsə, məsəl üçün ma, ver, al kimi sözlərdən istifadə etmirsə və yaxud da elə uşaqlarımız var ki, maşallah 1 yaşından artıq mama, nənə, baba sözlərindən istifadə edir. Əgər bunlar yoxdursa, yaxud da ki, 2 yaşını artıq tamamlayıb, yenə də hər hansı bir fonemli sözü yoxsa istifadə etmirsə, demək uşağımızda nitqin qüsuru başlanmaqdadır. Bunu valideynlərimizə müraciətim odur ki, heç vaxt gözləməsinlər, fikirləşməsinlər ki, hə, yox, danışacaq, eyb yox, filan kəsin uşağı bu qədər danışıb, mən kəsin uşağı o qədər danışıb, amma danışıb. Danışır, düzdür. Bir çox, əgər tək nitq ləngiməsidirsə, əgər tək nitq geriləmədirsə, uşaq başlayıb 3 yaşından artıq danışmağa başlayır. Yaş, hər yaşın özünün səslərinin, sözlərin hər yaşın özünün vaxtı var. Məsəl üçün, fısıltılı səslərdir, şıltılı səslərdir, pıçıltılı səslərdir, sonra çətin səslər olan r səsləridir. Onları yaş həddinə olaraq uşaqlarda bölürük. Məsəl üçün 2 yaş, 3 yaş, 4 yaş, 5 yaşa bölürük. Digər ki, sadəcə olaraq bu nitq qüsuru əvvəldən uşaqlarımızda gec danışmaq varsa, gəlib artıq məktəb yaşına çatdığında uşaqlarda dislaliya deyilən bir nitq qüsurunda problemlə yaşayırıq. Məsəl üçün, uşaq gəlib 7 yaşına, 6 yaşına çatıb, artıq danışır, hər şey yerində, özünü izah eləməyi rahatlıqla başa düşürük, lakin hər hansı bir səsləri yoxdur. El arasında bunlara biz loqopedik olaraq dislaliya deyirik, el arasında belə uşaqlara pəldəy deyirlər. Məsəl üçün, müəllimə dili böyükdür, r-nı yenə l deyir və yaxud da ki, müəllimə y deyir. Əslində, bu pəldəylik deyil, dilin böyüklüyündən də deyil. Sadəcə olaraq bir dil əzələsinin zəif olmağına irəli gələn bir durumdur. Ona görə uşaqlar da istənilən səslər, çünki səslərin hərəsinin özünün yeri var. İstənilən səslər qoyulmur. Bunun üçün də ki, mütləq loqopedik dərslər olmalıdır ki, bu səslər yerinə qoysun. Yoxsa qoyulmur məktəbə getdikdə artıq uşaq məktəb çağında ona çox çətinliklə yaradan bir durum olur. Ona görə valideynlərə müraciətim odur ki, əgər uşaqlarınızda hər hansı bir adi bir səsində olmazsa, mütləq loqopedik məşğələlərə başlayın.